50 milyon il əvvələ qayıtsaq, balinaların əcdadlarının ayaqlarının olduğunu görərdik. Əsasən burada bugünkü balinaya gələnə qədər bir neçə ara keçid formu vardır. Bunlardan birincisi Pakicetusdur ki, bunların əsasən fosilləri Pakistanda tapıldığı üçün belə bir ad verilmişdi. Onların dörd ayağı var idi. Təxminən bugünkü itə və ya qurda bənzəyirdi və su ətrafında yaşayırdı. İkinci növümüz isə, yəni növbəti təkamül edən növ isə Ambulocetusdur ki, bu gəzən balina deməkdir. Bunlar əsasən timsaha oxşar həyat tərzi yaşayır. Yəni həm suda, həm quruda və quyruqlarını üzmək üçün yaxşı istifadə edə bilirdi. Üçüncü növümüz, növbəti növümüz Basilozavr adlanır ki, bu kərtənkələ kralıdır bu sözün mənası. Əslində Basilozavrlar artıq suya tam keçmiş növdür. Arxa ayaqları kiçilmişdi və bugünkü balinaya oxşar uzun bədəni var idi. Sonuncusu isə müasir balinalardır ki, artıq onlarda arxa ayaqlar itib, ön ayaqlar üzgəçlərə çevrilib və arxa ayaq sümükləri isə rudiment halında öz anatomiyalarında qalmışdır.